Mən bu şiiri söyləməmişdən əvvəl şiirin tarixçəsi haqqında qısaca məlumat bildirmək istəyirəm. Kəlbəcərin Abdullah Uşağı kəndinin çox mötəbər, sayılıb seçilən vətən sevdalısı Xosrov bəy 1993-cü ildə Kəlbəcərin mənfur ermənilər tərəfindən işğalı zamanı ailəsi ilə birlikdə böyük ürək ağrısı ilə vətəni tərk edəndə bir neçə gün Murov dağda qalırlar. Dəhşətli soyuqlar nəticəsində sevimli övladı Şərafət xanım möhkəm xəstələnir. Bir neçə il sonra beyin soyuqlamasından gənc yaşında həyatını itirir. Bu itki Xosrov bəyi və onun əzizlərini dərindən sarsıdır. Mərhum şairimiz Fəxrəddin Sofulu ailəyə təskinlik olsun deyə Şərafət xanıma böyük hörmət əlaməti olaraq bir şeir həsr edib. Bu şeiri sizlərə təqdim etməklə bir daha demək istəyirəm ki, xalqımızın başına gətirilən o dəhşətli faciələri heç vaxt unutmamalıyıq. Fəxrəddin Sofulu. Sağlam edin, qəfil gəldi azarın, üz çevirdi səndən tali yazarın. Kəlbəcərdən nişanədir məzarın, yaman günə saldı bizi bu qürbət. Tanrı sənə rəhmət etsin, Şərafət. Ağı oldun anaların dilində, xəzan oldu ömrün qönçə elində. Arzuların qaldı doğma elində, sinələri parçaladı bu həsrət, Şərafət. Dəli dağın gül çiçəyi saraldı, Murov dağın şahinini saraldı. Gözümüzə sanki günəş qaraldı, haqq alanı qaytaranmaz bu xilqət. Tanrı sənə rəhmət etsin, Şərafət. Ömrüm bənzər bir yuxuya, nağıla, tez getməyin heç gəlməzdi ağıla. Qəlbimizin dərdi çətin sağala, təbiblərdə hanı belə bir qüdrət. Erkən soldu sənin kimi gülümüz, söz deməyə xəcalətdir dilimiz. Hər an səni yad edəcək elimiz, diləyəcək haqdan sənə mərhəmət. Sən millətin taleyində qışa bax, bir fidana dəyən daşa bax. Fəxrəddinin gözlərində yaşa bax. Tanrı sənə rəhmət etsin, Şərafət. Kəlbəcərdən nişanədir məzarın, Tanrı sənə rəhmət etsin, Şərafət.